Yəni biz genetik faktorun üzərində bu proses aparırıq. Bunun üçün də anabolik, yəni bodybuilder, anabolik. Yəni bunlar bir-birindən ayrılmaz bir şeydir. Bəlkə məni çoxları bu sözümə görə qınayacaq. Yox, yanlışsan. Amma mən bir həkim kimi deyirəm ki, yəni bu qaçılmazdır. Miostatin üzvlərini baskılamağın təbii bir yolu yoxdur. Bu ancaq anabolik, kənardan hormon dəstəyi olaraq mümkündür. Ona görə gördüyümüz heç bir, yəni 3-4% yağlılıqda 100-110 kiloqramda insan ola bilməz. Normal şəkildə. Bu ancaq anaboliklərlə mümkündür. Hə, bunu vurdu belə oldu, bu da belə anlanmasın. O çox əziyyətli. Ona görə mən qeyd edim. Bodybuilder olmursan, doğulursan, çox əziyyətli, çox riskli bir işdir. Buna kimlərə lazımdır deyirsiniz? Əslində yenə deyirəm, həkim kimi mən qətiyyən məsləhət görməsəm də idman kimi, kim ki bu idmandan öz həyatını, belə deyək, təminatını qarşılayır, pul qazanır, belə deyək, özünü bu idmanı professional məşğul olur, bu insanlar zaten bundan istifadə edir. Ha deyərsiniz, bəs ziyandır, bilmirsən, niyə istifadə edir? Onda elektrik niyə elektriklə məşğul olsun ki? Tokdan ölmək şansı var.